qo'limga tushganliging, sening taqdiringning xuddi men naslini quritib o'tgan boshqa hayvonlarga o'xshash ekanligini bildiradi. Mening bir vaqt tamiqim bo'lganliging sening baxting. Xayr, xo'sh. İlgari bu avat tağ ormanlığıda xilma-xil hayvanlar yaşaydı. Yolvas dadısının ornağı padişah boğandan keyin aldığı uçurağın niyet halğanını boğup öldürdü. Hayvanlarının ölgünü ölüp qağalları tərəp-tərəpki qeçip getdi. Bugün o qosaq qollığıdək bir çaşqan uçurap qapdı. Kim biladi? Əti ögün uzuq tapamığını da məndək biçarı vəzirinim yevdəmdi o texi. Yoq, mən bir amal tepib bu maqtancaq yavuz şahni közdini yoqday. Uluq Şahin, küç qudreti tangdassız uluq aliləri, özlərinin qəddi qameti, mecaz xulqi, batırlıqları mərhum şah adlarına öz əyni oxşaydı cümua. Keçirsizlər, özümni çağılmay, mübarək şah adlarının uluq namını tılıq ağallığım üçün ölümgə layıq mən. Bir qoş qıynaqdan keçdim. Qıyını sözlə. Ola. Rəhmət. Köpdən köp rəhmət. Özlərinin adısı Yolvas hocam nəhayət məqamətlik batır idi. Şikarlağı tolu çıxartdı. Xalğan vaxtı tağdan taqı səkrəb batırlıqla məşğul etdi. Özlərinin xoy bəylimi Yolvas hocamğa öz əyni oxşaydı cümua. Bu maqtancaq padişah axır qaldaq elindi. Neymiş ki mening otamning fazilatlarini men bolduroq so'zlab bermiding, ha? Uluq Şahin, özlərdən təb tatıb sözləyəməyən edim. Ha? Şundaqmı? Konularda atısının özünü balası basıdı degan maqal təmsil ba. Men üçün tağdan taqı səkrəb ötüş heç qandaq gəp emas. Men bundan keyin xuddi shu atamdek tağdan taqı səkrəb batırlıqni məşq qılaman. Men bilan yur. Mayri. Shu atam tağdan taqı səkrəb məşq qıladigan məşq o'rnini men ko'rsatib qo'yg'in. Labbay. Şah otam tağdan taqı səkrəb məşq qıladigan joy şumu? Dəli şu, lekin aliler sıla bu yerdən əsta. Sen meni ötənməkdə o deməkçimisən? Yox, mən ondaq deməkçi emas, lekin mən alileri... Ondaqda meni bu yerdən qandaq ötüdüqanlığını obdan bir körüb qoy.
Oy. Ha? Vaycan! Hayır, hoş, alileri. Maqtançaqlıq axır 5-inə çıxdı.